Azərbaycanda 25-35 yaş arası olmağın başqa bir çətinliyi var həqiqətən də. Çünki uşaqlıqdan hamıya aşılanan o toksik rəqabət hissi, özünü başqaları ilə müqayisə etmək daha da pik bir həddə gəlir çatır və münasibətlərin korlanmağına gətirib çıxarır. 25 yaşa qədər cəmiyyətin səndən o qədər də böyük bir gözləntisi yoxdur. Hamı fikirləşir ki, hələ gəncsən, hələ həyata yeni başlamısan, amma o 25 yaşı keçəndən sonra artıq bütün məsuliyyətlər üst-üstə gəlir, təzyiqlər üst-üstə gəlir. İnsanların gözləntisini qarşılamaq hamısı üst-üstə gələndə bu artıq inanılmaz bir həddə gəlib çatır. Bunu həmişə yeni tanış olduğum insanlarda hiss etmişəm. Fərq yoxdur, şəxsi zəmində olsun, yoxsa iş zəminində olsun, hər zaman bir-biri ilə müqayisə aparmaq var. Bu yaş qrupunda ümumiyyətlə yeni dostlar tapmaq da çox çətindir və dost deyəndə mən yanında fırlanan bir şəxs nəzərdə tutmuram. Amma yəni ki, əsl dost tapmaq da çox çətindir bu yaş qrupunda. Çünki bu özünü müqayisə etmək çox pik bir həddə gəlir çatır və dostluq dəyişir olur rəqabət və yarış. Və bir çox insanlarda da bu xəssiyyət var ki, özlərini geridə hiss etməmək üçün başlayırlar yalanlar danışmağa. Məsəl üçün, mən filan şeyə imza atmışam, mənim filan əşyalarım var, mən filan yerə getdim. Yəni ki, başlayırlar yalan danışmağa. Mən sizi bilmirəm, amma uşaqlıqdan müşahidə edən bir xarakterim var mənim və müşahidə edən bir insan olduğuma görə insanların yalanını çox tez tuturam. Bilirəm ki, harda yalan danışırlar. Ümumiyyətlə, yalanların olduğu yerdə heç vaxt dostluq ola bilməz mənim fikrimcə. Ona görə mən kənarda hər zaman baxıram ki, insanların bir-biri ilə etdiyi dostluqlar çox fake, saxta dostluqlardır. Yəni ki, bəzi şeylər var ki, onu dostlarından gizlədirsən, demirsən. Yəni öz-özümə məhtəl qalıram ki, insanlar necə belə şeyləri bir-birlərindən gizlədə bilərlər dost dediyi adamdan. Yəni ki, Azərbaycanda çox təəssüflər olsun ki, düzdür, mən ümumi götürmürəm, amma bir əksəriyyətdə bu 25-35 yaş arası xüsusilə də bu çox toksik bir münasibətlər var insanlar arasında. Mənim düşüncələrim bu haqqda biraz daha uzundur. Çünki mən fikirləşirəm ki, insan ancaq eyni sosial təbəqədə olduğu insanla dostluq eləyə bilər. Burada söhbət təkcə maddiyyatdan getmir, həm də dünya görüşü, yaşadığım təcrübələr və s. bunlar da var. Ümid edirəm ki, bu yeni nəsil bunu qırıb keçə biləcək. Çünki mənim öz yaşıdlarım arasında bu toksik rəqabəti çox hiss eləyirəm, aydın şəkildə hiss eləyirəm. Və belə insanlar nə bilim, çox təəssüflər olsun ki, həyatlarını belə həddindən artıq stress içində yaşayırlar.